Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Du'itum ila ziyafetillah. Allah qonaqlığına çağırılmısınız. Ziyafetillah iki cür məna deyiblər. Ziyafət izafə olub Allaha. Allah sizə qonaqdır. Bu bir cəlib mənadır. Allah sizə qonaqdır, siz qonaqçısınız. El-qalbu haramullah. La tuskin haramallah gayrallah. Hazreti Sadık Aleyhisselam buyurdu ki, qalb Allahın evidir. Onunla Allah'tan sonra ayrısına yer verilir. O bir məbsud bəhsistir. Geçirəm o məşhur məna budur ki, nə? Ziyafətillah, yəni Allah qonaqçıdır, siz qonaqsız. Məşhur belə məna deyiblər. Yəni burada Allah nəqşi faildir. Allah qonaqçıdır, biz də qonağıq. Mə'mulən biz qonaqlıqlarımızda müzahimi rəf edərik. Müzahim kimdir qonağa bu ayda? Şeytan. İzâ tələ hilal şəhr Ramazan, Peyğəmbər buyurdu, Gullət mərədətüş şeyatin. Onda ki, hilal mahı mübarək Ramazan görüşdü, Allah şeytanları dara zəncirə çəkər. Müzahimi mehmandır, gərək bu aradan götürürlər. Sonra Allah sıfrasını döşər. Sıfrası nə mənədir Allahın bu ayda? El-Qur'anu mə'dəbətullah Həzrət buyurdu. Qur'an Allahın sıfrasıdır. Ez-ziyafətxanə feyz-i nəvaleşmən نیست. در گشاد است و صلا در دادخان انداخت. Sıfranı döşüyüb istifadə eləməyən əminət. Bu sıfradan bərəd ab zin bəhr firuzəi və quncayiş xiş hər kuzəi. İndi diyor, qabca atı apar. Hər kəsin ölçüsü qədər innə hazihil qulub o iyyə fə xeyruha o aha. Qur'andan istifadə eləmək. Qur'an Allahın sıfrasıdır, döşüyübdir, istifadə eləmək. Nədir? Bir yolu budur ki, başlayaq Qur'anı oxumağa. Nə xədr üləma kəsirul qəraətidirlər. Əimmə əleyhissalam nədir Qur'anla müamilə edirlər və biz nədir? Üləmadan biri deyib, Peyğəmbərdən qabr-ı şərifinin üstündəydim, soruşdum, ya Rasulullah, ürəyin dərdi nədir və nə deyil? Bu, ərz elədim, Qur'anı açdım. Və qaləd Rasulü, ya Rabbi, innə qavmi ittəxizəl Qur'an, ittəxizu hazəl Qur'an məhcura. Bu ayə gəldi. Allah, mənim ümmətim bu Qur'anı məhcur saydılar. Peyğəmbər əyləşmişdi məsciddə namazdan sonra bir dənə kişi uca səsilə səsləndi ki, mən ənəl qərib, mən qəribəm. Peyğəmbər buyurdu, yaxınlaş mənə, gəl yaxına. Qürbətdən danışdın, qəlbimin rəcilərin parçaladın. Qərib dünyada 400 atdır. Saydı, axırı buraya yetişdi. Həzrət buyurdu ki, qərib o Qur'andır ki, oxunmuyor. Nədir Qur'an oxuyublar Quzəştəqan, nədir əməl ediblər? Xacı Nəsiruddin Tusi, vəzir, həkim, filsuf, müneccim, məşğələsi ödür, gündə 15 cüz Qur'an oxuyardı, gündə. Gündə 15, biz deyəndə məsələn 15 cüz deyirik, bəlkə elə bunun işi buymuş. Nə, həmrah-ı karhaydıqda. Mərhum Mir damadın halatında Ayətullah Vəhid buyurdu ki, bir gün qəbl az inqilab buyurarmış, mənbələ bilərmiş. Buyurmuşdu, əgər ayə Mir damadın əqlini böləsən kulli Tehrana, hamısı olarlar filsuf. 18 cüz gündə Qur'an oxuyardı. 40 il halatında var, 18 cüz Qur'an gündə. Həzrət Əmr ayadında axır ləhəzatı ömründə, axır günlərində Allah fil Qur'an nə qədər tapşırırdı. فَإِنَّ قَرَاءَتَهُ كَفَّارَةٌ لِلذُّنُوبِ Qur'anın oxumağın deyir, ha? Sirf hələ oxumağın deyir. Günahlarının kəffarəsidir. Dar xanı kəsəs, yekər, bəsəs. Axır rivayətlə qutarım ərzimi. Ya bunəyyə, la təqfəl ən qiraətil Qur'an. Buyurdu o, Qur'an oxumaqdan Peyğəmbər buyurdu. Salavatü aleyhi və səlləm. Qur'an oxumaqdan qafil olma. Fəinnəl Qur'an yuhyil qəlb. Qur'an qəlbi ihya elər və yənha anil fəhşa və münkər. İstəmirsən qəlbin ihya ola, istəmirsən qəlbin ali arzular tapa, ümidi tapa, Qur'ana pənah gətir. Qur'an oxuy və Allah tövfiq versin Seyyid-i Şəhədai Xatib. Bu ayın ehtiramına, bu ayın şəhidin ehtiramına hamımıza Qur'an oxuyaq, əməl ediyaq və bərəkət-i sərvat və Muhammed